Kızlar baxın, burada bir şey göstərmək istəyirəm sizə. Hal-hazırda səbətimdəyəm. Mənim adım, soyadım. Səbətimə məhsullar əlavə etmişəm. Hal-hazırdakı endirimləri göstərəcəm sizə. Baxın, qış kuponu qazanmışam 3 ədəd. Və buradan davam et sözünü vururam. Keçirəm endirimlər olan səhifəyə. Dedim ki, burada da endirimlərin hər birindən yararlanmışam. Like Fabilikini istifadə etmişəm. VIP məsləhətçi olduğuma görə bütün aksiyalardan yararlanmışam. Və gəlirəm burada məhsula. Baxın, 102 azenlik məhsul atmışam səbətə. Amma qiyməti 78 manat 23 qəpikdir. Hal-hazırda sizə endirimi göstərəcəm. Davam et sözünü vururam. Baxın, burada indirim istifadə edildi 50 manat. Buradakı bu 50 manat mənə yazılan şirkət tərəfindən hesabıma köçən maaşımdır. 50 azen oradan çıxılır və yerdə qalır 28 manat 69 qəpik. 102 manatlıq məhsula mən hal-hazırda ödəyəcəm 28 manat 69 qəpik. Sifarişi təsdiq edirəm və birbaşa keçirəm ödənişə. Çox gözəldir həqiqətən də bu endirimlər. Fabilikdə olmayanlar çox şeylər itirir. Və anındaca ödəniş tələb edilmir. Yəni ödənişi məhsulumuz gələndən sonra ödəyə bilirik. 3 gündən sonra gələcək məhsullarım və 3 gündən sonra keçib ödəyəcəm. İndi də baxaq şəxsi hesabıma, görüm nə qədər maaşım qaldı mənim. Baxın, bu da mənim şəxsi hesabım. Azərbaycan manatı, Rusiya rublu, Belarusiya pulu, bir də Gürcüstan maaşı. Komandada başqa ölkələrdən xanımlar olduğuna görə hər ölkənin maaşı yazılır. Buradakı mümkündür sözündə olanlar isə şəxsi hesabıma atdığım pulumdur. Yəni ödənişimdir. Ödəniş sözünü vurub ödəyəcəm. Amma aşağıdakılar isə şirkət tərəfindən hesabıma köçən 21 gündən bir hər kataloq hesabıma köçən maaşımdır. Çünki deyir, Fabilikdə qazancı yoxdur, pul yoxdur, hamısı boş-boş şeylərdir. İnanmayın heç kimə.